Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və Biofizika İnstitutunun təşkilatçılığı ilə Rəqəmsal Tibb 4.0 Problemlər, İmkanlar və Perspektivlər 2-ci Respublika Elmi Praktiki Konfransı keçirilib. Tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələri, AMEA, həmçinin Elm və Təhsil Nazirliyinin elmi tədqiqat institutlarının alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər. Konfransın məqsədi rəqəmsal transformasiya şəraitində Azərbaycanda generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı mübadiləsi, süni intellekt texnologiyaları əsasında müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması, tətbiqi kimi bir çox elm tutumlu məsələlərin həlli zərurətinə diqqətin artırılması, Sənaye 4.0 çağırışları kontekstində ölkənin səhiyyə infrastrukturunun konseptual və arxitektur texnoloji əsaslarının formalaşdırılması istiqamətində mövcud problemlərin, imkanları və perspektivləri müzakirəsi üçün intellektual dialoq platformasının təşkilindən ibarətdir. Tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək rəqəmsal tibb problemlərinə həsr olunmuş konfransı müvafiq sahədə aparılan tədqiqatlar, əldə olunan nailiyyətlər və mövcud problemlərin müzakirəsi, eləcə də yeni vəzifələrin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. 4-cü sənaye inqilabı və süni intellektin təsiri ilə yaranan qabaqcıl texnologiyaların inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini söyləyən akademik Rasim Əliquliyev, cənab Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə bir neçə mühüm strateji sənədin qəbul edildiyini söyləyib. Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyası, Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasının alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyduğunu nəzərə çatdırıb. Müasir dövrdə qlobal çağırışlar kontekstində süni intellektin tibbdə tətbiqi məsələsinin daha da aktuallaşdığını vurğulayan akademik Rasim Əliquliyev, ölkəmizdə tibbi informatika, data elmləri, rəqəmsal səhiyyə, kiber təhlükəsizlik, rəqəmsal kriminalistika sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının vacibliyini də önə çəkib. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini dosent Nadir Zeynalov konfrans iştirakçılarını Səhiyyə Naziri Teymur Musayevin adından salamlayıb. Müasir dövrdə rəqəmsallaşmanın cəmiyyətin həyatın bütün sahələrinə nüfuz etdiyini qeyd edən dosent Nadir Zeynalov, rəqəmsal həllərin tibb sahəsində sərhədsiz imkanlar açdığını və strateji əhəmiyyətə malik olduğunu, pasientlərə diaqnozun qoyulması, həkimə dəstək göstərilməsi və sair istiqamətlərdə geniş tətbiq olunduğunu vurğulayıb. Dosent Nadir Zeynalov ölkənin səhiyyə sistemində toplanan çoxsaylı müxtəlif təyinatlı məlumatların big data əmələ gətirdiyini qeyd edərək, bu resursların saxlanması, idarə olunması, konfidensiallığının təmin olunması və rəqəmsal şəkildə arxivləşdirilməsinin gələcək nəsillər üçün məlumat bazasının yaradılmasına imkan verdiyini diqqətə çatdırıb. Hazırda Azərbaycanda bir çox sahələrdə rəqəmsal həllərin tətbiqi məsələlərinə böyük diqqətin ayrıldığını bildirən nazir müavini, xüsusən tibb sahəsində rəqəmsallaşmaya nail olmadan bir çox problemlərin həllinin mümkün olmadığını vurğulayıb. AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək, bugün elm və texnologiyanın sürətli inkişafı ilə süni intellektin həyatın bütün sahələrinə nüfuz etdiyini, həmin texnologiyaların tibbdə tətbiqi ilə bağlı müxtəlif təcrübələrdən bəhs edib. Akademikin sözlərinə görə rəqəmsal tibbin əsas hədəflərindən biri də süni intellektin rəqəmsal texnologiyaların bioinformatika, genomika və molekulyar mühəndisliklə sintezi məsələlərinin həllinə nail olmaqdan ibarətdir. AMEA-nın vitse-prezidenti rəqəmsal texnologiyaların tibbdə tətbiqinin etik və hüquqi məsələlərinə də toxunaraq, ölkəmizdə hələ 1999-cu ildə akademik Cəlal Əliyevin rəhbərliyi ilə UNESCO yanında bioetika, elmi biliklərin və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin yaradıldığını xatırladıb. Tədbirdə çıxış edən Səhiyyə Nazirinin müşaviri Rüfət Hacıbəyov, dövlətin prioritetlərindən birinə çevrilmiş cəmiyyətin rəqəmsallaşması məsələsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün rəqəmsal səhiyyənin vacib rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, bu vətəndaşların həyat keyfiyyətinin artmasına, həmçinin ölkənin sosial-iqtisadiyyatı vəziyyətinin yaxşılaşdırılmasına təsir göstərən mühüm bir amil kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş müvafiq fərmanlarda öz əksini tapmışdır. Daha sonra çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Professor Nazim Qasımov, rəqəmsal texnologiyaların artıq bir neçə ildir ki, tibb təhsil sistemində geniş tətbiq olunmağa başladığını, əhəmiyyətli töhfələr verdiyini qeyd edib. O, tibb üzrə kadrların yetişdirilməsində çox pilləli sistemin tətbiq olunduğunu bildirərək, müasir informasiya texnologiyalarının cərrahi prosesləri vizuallaşdırmaq baxımından geniş imkanlar açdığını diqqətə çatdırıb. Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru Professor Nazim Pənahov çıxış edərək, tədbir iştirakçılarını universitetin rektoru Professor Gəray Gəraybəylinin adından salamlayıb. O, müasir dövrdə elmin və texnologiyanın sürətli
fəaliyyətin inkişafının həyatın bütün sahələrinə, xüsusilə də səhiyyə sisteminə ciddi təsir göstərdiyini qeyd edib. Konfransın rəqəmsal tibbin aktual problemlərinin müzakirəsi və səmərəli əməkdaşlıq əlaqələrinin qurulması baxımından çox əhəmiyyətli platform olduğunu diqqətə çatdırıb. Tibb Universitetinin rəqəmsal tibbin formalaşması istiqamətində müvafiq elmi qurumlarla əməkdaşlıq etməyə, birgə layihələr həyata keçirməyə hazır olduğunu qeyd edib. Prorektor həmçinin Tibb Universitetində rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, tibb təhsilinin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Konfransda həmçinin Azərbaycan Texnik Universitetinin tədris işləri prorektoru professor Nurəli Yusifbəyli, Milli Onkologiya Mərkəzinin molekulyar bioloqu, tibb üzrə fəlsəfə doktoru Leyla xanım Məlikova, Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun baş direktoru, Əmyanlı müxbir üzvü Oqtay Qasımov, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdürü, Əmyanlı müxbir üzvü Məsumə Məmmədova, Azərbaycan Tibb Universiteti Birinci Cərrahi Xəstəliklər Kafedrasının müdürü, Əmyanlı müxbir üzvü Nur Bayramov çıxış ediblər. Məruzəçilər konfransın rəqəmsal tibbin elmi nəzəri və praktiki problemlərin həlli üçün yeni imkanların yaranması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək tədbirdə tibb sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin süni intellekt əşyalarının internetdə, big data, rəqəmsal əhgiz, o cümlədən fərdi məlumatların qorunması ilə bağlı müasir çağırışları ehtiva edən mülahizələrini yüksək qiymətləndirib. Akademik Rasim Əliquliyev həmçinin rəqəmsal səhiyyə sahəsində elmi praktik fəaliyyətin koordinasiyasını təmin edə biləcək mütəmadi fəaliyyət göstərən dialoq platformasının yaradılmasının zəruriliyini önə çəkib. Səhiyyə Nazirinin müavini Nadir Zeynalov çıxış edərək konfransda səsləndirilən fikirləri yüksək qiymətləndirib, çıxışlarda qeyd olunan məsələlərin bu istiqamətdə gələcək perspektivləri müəyyənləşdirilməsinə əhəmiyyətli töhfələr verəcəyinə inamını ifadə edib. Rəqəmsal həllərin inkişaf etmiş müxtəlif ölkələrin səhiyyə sistemlərində tibbi araşdırma proseslərində tətbiq olunması təcrübəsinə tez-tez rast gəlindiyini qeyd edərək, milli səhiyyəmizin rəqəmsal əsaslarının yaradılması ilə bu istiqamətdə elmi tədqiqatların aparılmasına, statistik məlumatların toplanması və intellektual təhlilinə geniş imkanlar açılacağını əminliyini vurğulayıb. Daha sonra konfrans işini rəqəmsal tibbin formalaşmasının elmi nəzəri problemləri və tibbdə rəqəmsal texnologiyaların tətbiqinin elmi praktiki problemləri adlı leksiya iclasları ilə davam etdirib. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.